Günü bu günə kimi mənə eyni suallar verilir, təkrar. Qardaş, mən ingilis dilini bilirəm. Polşaya və yaxud da digər hər hansısa bir ölkəyə getsəm, mən baş çıxara biləcəm, mən o dil kimi olacaq. Bircə qanun var, o qanunu biz zəhmət olmasa artıq yadda saxlayaq. İngilis dili sənin biliyin, o demək deyil ki, hər hansısa bir ölkədə sənə hər zaman faydalı olacaq. Dil bilirsən, laf gözəl, o sənin üçün bir müsbətdir. Amma bu o demək deyil ki, mən hər hansısa bir ikinci dili və yaxud da üçüncü dili və yaxud da ümumiyyətlə çox da istifadə olunmayan ingilis dili hər hansısa bir ölkədə əgər sən getsən, sənə hər zaman kömək olacaq. Elə bir şey yoxdur. İngilis dili istifadə edən və ana dili ingilis dili olan hər hansısa ölkəyə gedərsən, o sənə lazım olar, o ayrı məsələ. Amma hər hansısa bir ölkəyə getsən, yenə deyirəm, ikinci və yaxud da üçüncü dili ingilis dili olan və yaxud da olmayan bir ölkəyə getsən, ingilis dili səni vəziyyətdən çıxaracaq. Hər ölkənin öz dili var və hansı ölkəyə gedirsinizsə, o dili ölkənin. Mən ingilis dilini bilirəm. Allah, gəldim Polşaya. Məndən çox adam ingilis dilini danışmayacaq, danışmaq məcburiyyətdə yoxdur. Xidmət sektorunda məsəl üçün danışa bilərlər və yaxud da yolda kimsə əgər istəsə, ürəyindən keçsə danışa bilər və yenə də bu da məcburi deyil. Çünki mən Polşada bunu gördüm ki, buradakı cəmaət deyir ki, mənim ölkəmdə sənsə mənim dilimi danışmalısan və bir qədər sərt çıxsa da bu belədir. Heç kimi sizlə ingilis dilində və yaxud da sizin öz dilinizdə danışmaq məcburiyyəti yoxdur. Rahatçılığınızı istəyirsinizsə, yenə də ingilis dili bilirsə, o sizin üçün müsbətdir. Yenə də onu bir qıraqda saxlayaq, ehtiyatlı olaraq, köməkçi dil olaraq. Hansı ölkəyə gəlirsinizsə, bir qədər zəhmət çəkin, o ölkənin dilini öyrənin ki, özünüz üçün rahat olsun.